Əvəzliyin birinci növü şəxs əvəzliyidir. Personal pronoun adlanır. İki halı var. Adlıq hal və obyekt hal. Adlıq hal cümlənin mübtədasıdır. Cümlənin əvvəlində gəlir. Özündən sonra xəbər gəlir. Kim, nə, yəni who və what sualına cavab verir. Adlıq hal bunlardır. I, you, he, she, it, we, you, they. Ən çox qarışdırılan hal obyekt haldır. Obyekt hal cümlənin tamamlığı olur. Cümlədə feildən, yəni xəbərdən və sözünlərdən sonra gəlir. Obyekt hal cümlənin ortasında və sonunda işlənir. Dedik ki, adlıq hal cümlənin mübtədası olur. Obyekt hal cümlənin tamamlığı olur. Adlıq hal cümlənin əvvəlində gəlir. Obyekt hal cümlənin ortasında və sonunda gəlir. Adlıq hal xəbərdən əvvəl gəlir. Obyekt hal xəbərdən sonra gəlir. Me, mənə, məni, you, sənə, səni, him, ona, onu, her, ona, onu, qadın cinsi, him, kişi cinsi, it, ona, onu, cansız, us, bizə, bizi, you, sizə, sizi, them, onlara, onları. Ən çox qarışdırılan hal odur ki, hər iki halda it var. Yəni testlərdə ən çox qarışdırırsınız ki, it olar, yoxsa its olar. Onu yadda saxlamaq lazımdır ki, şəxs əvəzliyinin hər iki halında, həm adlıq halda, həm obyekt halda itlər S-siz olur. Yəni belə Lordi ilə izah edirəm. S-siz olur, S olmur. It o, it ona, onu. Artıq bunu cümlə daxilindəki, yəni həmin əvəzliyin cümlədə harda gəlməsindən, tərcüməsindən artıq özünüz onu başa düşməlisiniz. Amma belə normalda şəxs əvəzliyinin həm adlıq halındakı, həm obyekt halındakı it S-sız işlənir, S-siz işlənir. S-lə işlənən yiyəlik əvəzliklərdir. Ona da gedəcəm, danışacağım o haqda. Belə, ümumiyyətlə cümlə quruluşu necədir? Cümlə quruluşu mübtəda, xəbər və tamamlıq. Ardıcıllıq bu cürdür. Mübtəda yerində biz şəxs əvəzliklərini qoyacağıq, sonra xəbər gələcək. Məsələn, I go to school. I şəxs əvəzliyidir, cümlənin xəbəridir, cümlənin əvvəlində gəlib, özündən sonra xəbər gəlir. Və yaxud da ki, it is delicious, bu dadlıdır. Adlıq haldan bu qədər asandır. Keçirəm obyekt halına. Obyekt hal dedik ki, cümlənin tamamlığı olur, xəbərdən sonra gəlir. Məsələn, give me the book. Kitabı mənə ver. İndi burada cümlədə inversiya baş verib, cümlənin əvvəlində xəbər gəlir, gəlsin, eyb yox. Bizə əsas o lazımdır ki, cümlənin xəbərindən sonra obyekt hal gələcək. Yəni, obyekt hal gələcək, me. Gördünüz? Me cümlənin ortasında gəlib, xəbərdən sonra gəlib, cümlənin tamamlığı olub. Give me, mənə ver. Həm də obyekt hal dedik ki, xəbərdən sonra gəlir, həm də obyekt hal sözönlərdən sonra gəlir. Artıq siz sözönləri bilməlisiniz ki, biləsiniz ki, cümlədə yəni sözönü hansıdır və həmin sözöndən sonra gələn də sırf obyekt haldır. Məsəl üçün, she bought a car for him. She cümlənin mübtədası, bought xəbəri, o maşını onun üçün aldı. O aldı maşını onun üçün. Burada for nədir? For burada sözöndür. Və sözöndən sonra gələn him də şəxs əvəzliyinin obyekt haldır. Və yaxud da ki, they talk about us. Burada about haqqında deməkdir. Həm də bu sözönüdür. Onlar bizim haqqımızda danışırlar. About us, about burada sözöndür və dedik ki, sözöndən sonra gələn əvəzlik də tamamlıqdır. Bəzən obyekt haldakı əvəzliklər olduğu kimi tərcümə olunmaya bilər. Məsələn, himin tərcüməsi nədir? Ona, onu. Amma bu cümlədə onun tərcüməsi biraz fərqli olacaq. She bought a car for him. O maşını onun üçün aldı. Görürsünüz, artıq burada tərcüməsi onun oldu. Amma siz ona baxmırsınız, siz görürsünüz ki, sözöndən sonra gəlir, deməli bu obyekt haldır. Və yaxud da ki, burada they talk about us. Onlar bizim haqqımızda danışdılar. Bizim normalda nədir? Bizim normalda our'dir, düzdür. Amma burada as bizim kimi tərcümə olunub. Yenə də ona baxmırıq. Baxırıq ki, cümlədə harda gəlib, nədən əvvəl gəlib. Ona əsasən təyin edirik ki, bura biz obyekt hal yazacağıq və yaxud da ki, digər hallar yazacağıq. Məsələn, speak to me, talk to me. Speak to me
Mənim ilə, bura bizimlə yazmışam, səhv olubdur. Mənim ilə danış, mənim ilə söhbət elə. Me nədir? Me normalda mənə, mənidir. Amma speak to, talk to ilə birləşəndə tərcüməsi ilə olacaq. Mənim ilə danış, mənim ilə söhbət elə. Bu qədər.